Bir turizm şirkəti var. Onlar üçün çox maraqlı bir iş gördük. Bunun sayəsində onların xarici partnyorları onlardan super razıdır və onlar çox ciddi olaraq həm vaxta qənaət eləyirlər, həm işçi potensialına qənaət eləyirlər. Biz nə etdik? Onların xarici turistlərə təklif elədiyi Azərbaycan paketlərində paket necə qurulur? Xidmətlərin qiymətləri necə hesablanır? Yekunda paketin qiyməti nə cür hesab? Orada çoxlu xırdalıqlar var. Bunların hamısını biz süni intellektə öyrətdik. Sonra süni intellekti bağladıq onların Instagram, WhatsApp, hətta saytına və nəticədə xarici partnyor birbaşa qiymət təklifi almaq istəyəndə yazır və anında 3 saniyə içərisində qiymətini alır. İndi mən sizə nümunəsini göstərirəm. Gəlin nümunə üçün baxaq görək həmin chatbot necə işləyir. Biz məsəl üçün deyək ki, biz müştəriyik və onların Instagram səhifəsinə yazırıq. Gəlin nümunə üçün deyək ki, 4 nəfər qonaqdır, 3 gecə qalmaq istəyir Bakıda, fərq yoxdur, yəni istənilən məlumatı daxil eləmək olar. Məsələn, yazırıq for people, yəni mən ingiliscə yazıram, amma burada dünyanın istənilən dilində, eləcə də öz dilimizdə rahatlıqla yazmaq olar. Məlumatı yazdıq, enter düyməsini bastıq və budur, süni intellekt avtomatik olaraq qiymətlərini hesabladı. Və qeyd edir ki, bir nəfərə olan paketin qiyməti nə qədərdir, paketə nələr daxildir, nələr daxil deyil. İndi biz ona deyək ki, bizim üçün tur proqramı ssenarisini yazsın. Və budur, bizim 3 gecə 4 günlük ideal bir tur proqramı yazıbdır. Aeroportda qarşılamaqdan tutmuş, regionlara səfərə qədər, hansı gecə, hansı harada qalacaq, bütün bu məlumatlar buradadır. Bundan əlavə, biz həmin turizm şirkəti üçün ideal bir veb-sayt da hazırladıq. Burada xidmətlər, eləcə də onların hazırladıqları tur paketlərin qiymətləri, müxtəlif turlardan şəkillər və s. var. Siz də öz məhsul və xidmətlərinizin, paketlərinizin avtomatik olaraq süni intellekt vasitəsilə müştərilərinizə cavablandırılmasını istəyirsinizsə, biz bu işin peşəkarlarıyıq. Bizə müraciət edin, konsultasiyamız ödənişsizdir.